Salam, hər vaxtınız xeyir olsun. Bugün sizlərə yeyən hər kəsin çox bəyənəcəyi, çox asan hazırlanan, inanılmaz dadlı, umazlı piroq resepti təqdim edirəm. Yumşaq və çox ləzzətli, üstəlik də çox tez hazırlanır. Keçək hazırlama qaydasına. Qaba 3 ədəd yumurta, 1 stəkan şəkər tozu, əridilmiş yağ və şəkərli vanil əlavə edib tel çırpıcı ilə qarışdırıram. Bu arada sizlərdən xahişim, kanalıma hələ də abunə deyilsinizsə abunə olun, videomu like edin və yaxınlarınızla bölüşün ki, videolarım davamlı olsun və hər kəsin qarşısına çıxsın. Qarışımın üzərinə 1 stəkan qatıq əlavə edirəm. Onu da biraz qarışdırıb, un və qabartma tozunu əlavə edirəm. Unu da əlavə etdikdən sonra biraz qarışdırıram. Bu şəkildə qatı bir kütlə alınır. Hazır olan kütləni yağlı kağız sərdiyim formanın içərisinə belə boşaldıram. Kütlə qatı olduğuna görə kənarlarından qətiyyən axmır. Diametri 26 sm açmışam. Və spatula ilə hər tərəfinə bərabər şəkildə yayıram. Və keçirəm içliyi hazırlamağa. İçliyi üçün bişmiş qatlaşdırılmış südün üzərinə biraz süd əlavə edib qaşıqla tam həll olana qədər qarışdırıram. Bu şəkildə içliyimiz hazırdır. Formaya tökdüyümüz xəmirin üzərinə içliyi əlavə edib qaşıqla tam qarışdırmadan üstdən bir balaca qarışdırırıq. Çalışın kənarlarına doğru da hərəkət etdirəsiniz. Və bunu hələlik bir kənara qoyub üzəri üçün umac hazırlayıram. Yağ və unu əlimlə ovub umac hazırlayıram. Nədən nə qədər istifadə etmişəm, tam ölçüləri videonun açıqlama hissəsində yazacağım. Və üzərinə 1 stəkan şəkər tozu əlavə edib onu da umacımıza yaxşı qarışdırırıq. Bunu da hazırladığımız içliyin üzərindən əlimizlə bu şəkildə hər tərəfinə bərabər şəkildə yayaraq səpirik. Sobanı 170 dərəcədə öncədən isidirik. Və piroqumuzu təxminən yarım saat ərzində bişməyə qoyuruq. Budur, artıq piroqumuz hazırdır. Çox gözəl qoxusu var, çox ləzzətli oldu. Hər kəs çox bəyəndi. Siz də mütləq bu reseptlə hazırlayın. Neyi başa düşməsəniz, nə aydın olmasa videonun şərh qismində mütləq qeyd edin. Biraz soyuduqdan sonra isə qəlibdən çıxarıb başqa bir qaba qoydum. Və bir qədər də kəsdikdən sonra isə kəsib servis edə bilərsiniz. İçliyi, umacı çox ləzzətli olur, çox gözəl olur. Demək olar ki, üçü birlikdə bişir. Ona görə də əziyyətsiz bir piroqdur. Siz də mütləq hazırlayın. Fikirlərinizi mənimlə bölüşməyi unutmayın. İzlədiyiniz üçün təşəkkür edirəm. Yeni videolarımda görüşənədək.